Azərbaycan və Ermənistan xalqları müəyyən məsələləri arxada qoymağı bacarmalı və irəliyə baxmağa çalışmalıdırlar. Bunu Yeniçağa açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa, Ermənistanın Xarici İşlər Nazirliyi rəhbəri Ararat Mirzoyanın "Biz bir-birimizin ərazisindən keçə biləcəyik" açıqlamasına münasibət bildirərkən deyib. Deputat bildirib ki, düşmənçiliklə sonuna qədər getmək heç nə vəd etmir. Düşmənçiliyi qoruyub saxlamaq həmişə mümkündür, amma dostluq qazanmaq çətin prosesdir. Biz, yəni iki xalq müəyyən məsələləri arxada qoymağı bacarmalıyıq və irəliyə baxmağa çalışmalıyıq. Çünki kinlə, düşmənçiliklə sonuna qədər getmək bir şeyləri vəd eləmir, deyə o bildirib. Bu məsələ kiminsə utanıb utanmama məsələsi üzərində qurulmamalıdır. Çünki müəyyən düşmənçiliyi qoruyub saxlamaq həmişə mümkündür. Amma dostluğu qazanmaq çətin bir prosesdir. Biz, yəni iki xalq müəyyən məsələləri arxada qoymağı bacarmalıyıq və yeni irəliyə baxmağa çalışmalıyıq. Çünki kinlə, düşmənçiliklə də sonuna qədər getmək bir şeylər vəd eləmir. Yəni bu baxımdan hesab edirəm ki, məsələyə biraz daha praqmatik yanaşmalıyıq və keçmişin izlərinin müəyyən dərəcədə cəmiyyətdə ortadan qalxmasına çalışmalıyıq. Çünki əks halda düşmənçiliklə uzaq bir gələcək barədə, gözəl bir gələcək barədə düşünməyin bir mənası qalmır. Amma biz gözəl gələcək barədə düşünmək haqqında bu günün əsaslarını qoyuruq. Ona görə də erməni cəmiyyətindən belə bir mesajlar səslənirsə, məncə bizim cəmiyyətdən də bu mesajlar səslənməlidir və birlikdə bölgənin sülh və barış zolağına çevrilməsinə çalışmalıyıq.